əzbərləməliyik ki, bilməliyik ki, birinciyə və ikinciyə hansı sonluqlar daxildir. Ondan sonra 1 və 2-nin şəxsə görə dəyişmə qaydasına baxaq. Baxın, burada kitabdan cədvəldə qoymuşam. Qlaqoluna aid, baxın, birə aiddir. Və yaxud orada da göstərdim, həmən şeylərdə, prosto tərcümə ilə yazmışam. İskulçeniyə baxın, istisnaya, itdən qutaran 2-dən biri, selic, və yaxud gördüklərinizdir. 2-yə daxildir. Baxın, qlaqoluna aid. İtdən qutaranların hamısı 7 dənə istisna, etdən qutaran, 4 dənə də istisna, ac ilə qutaran. Baxın, bunu əzbərləmək lazımdır, bu cədvəl. Əzbərləyəndən sonra artıq biz 1-dən 2-nin bir-birindən fərqlərinə baxırıq. Gəlin, indi birinci spirjeniya sonluqlarına baxaq, görək, bu 1-də nə baş verir. Birinci spirjeniyaya aid bir söz vermişəm, делать. Mən hardan bilirəm ki, birinci spirjeniyaya aid sözdür? Çünki ac, dam, bitifdir, at, əkki znakla bitifdir. Görək, necə dəyişir. Mən edirəm, ya делаю. Onu deyim ki, həm birinci, həm də ikinci spirjeniya da uşaqlar yu qəbul eləyir. Görürsünüz, yu qəbul eləyir. İkisi də eynidir. 1-də də 2-də də eynidir. Birinci spirjeniyada şəxs sonluqları e-lərdəndir. Yəni, y-lərdəndir. Baxın, yeş, yed. Cəmdə də həmçinin. Делаем, yeti. Üçüncü şəxsdə də, üçüncü cəmidə они делают. Deməli, birinci spirjeniya nətər oldu? Mən edirəm, ya делаю. Baxın, yu qəbul elədi. Qala hamısı y-lərdəndir. Bir dənə üçüncü şəxsin cəmi yutdandır. İkinci spirjeniyada bəs necədir? Baxın. Любить felini vermişəm. Misal kimi. Niyə любить verim? İtdən qutarıbdır. Dedik ki, itdən qutaranların hamısı 2-yə daxildir. Yenə birinci şəxs görürsünüz eynidir. Yu. İkisində də birinci şəxs mən, ya, люблю. Mən edirəm, mənim etdiyim hərəkət yu ilandır. Bayaq dedik ki, birinci spirjeniya y-lərdəndir. İkinci spirjeniyada isə görürsünüz hamısı i-lərdəndir. İş, it, im, iti. Üçüncü şəxsin cəmi isə burada yatdı. Deməli, necə oldu? Birinci şəxs mənim etdiyim iş u, yu. Birinci spirjeniyada, 2-də də u, yu. Birinci spirjeniyada bütün şəxslər e-lərdən gedir, 2-də isə i-lərdən gedir. Birinci spirjeniyada ani olan üçüncü şəxsin cəmi at, ut, yut. İkinci spirjeniyada ani,